Xəbər verdiyimiz kimi ötən gün Biləcərdə Lake Hotel restoranının yaxınlığında oranın 4 əməkdaşını cəryan vurub öldürüb. Doğru xəbər Azərbaycan bildirir ki, faciəvi şəkildə həlak olan işçilərin ikisi Tərtər sakinləridir. Belə ki, onlardan biri 1998-ci il təvəllüdlü Muradlı Cavidan Tofiqoğlu Tərtər şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyev Eltaç Abiloğlu isə rayonun Köçərli kənd sakinidir. Onlar bugün yaşadıkları ünvanda dəfn ediləcəklər. Faciə nəticəsində həyatından olan digər iki gənc isə 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalovdur. Həyatını itirənlərdən biri Emil Quliyev Hacıqabul rayonunun Axtaçı Şirvan kəndindəndir. Bir müddət öncə hərbi xidmətini başa vuran Emil Quliyev bir neçə gün əvvəl işləmək üçün Bakıya gəlib. Binəqədi rayonu Biləcər qəsəbəsində Lake Hotel restoranında ofisiant kimi işə düzəlibmiş. Allah rəhmət eləsin.